Təşəkkür edirəm. Münhendə mən şahidi olduğum vəziyyəti demək istəyirəm. Rusiyanın xüsusi xidmət orqanları çox fəaldılar Münhendə, hədsiz dərəcədə. Müxtəlif nümayəndə heyətlərini yan alırdılar, ekspertlərlə danışmağa çalışırdılar, amma bu çox primitiv təsir bağışlayırdı. Mən çalışıram sizin verilişinizdə müəyyən eksklüziv sözünü xoşlamıram, müəyyən xəbərləri, məlumatları verim. Birincisi, xaricdəki blogerlərimizin bir çoxunun xüsusi xidmət orqanlarının işləməsi barədə mən dəfələrlə demişəm. Və dəfələrlə demişəm ki, Rusiya Azərbaycana qarşı hibrid savaş yapar. Niyə? Azərbaycan dövlət müstəqilliyi qazanan ilk gündən bu yana Rusiya dövlətimizi dağıtmağa çalışır. Bu işdə həm Azərbaycan daxilində olan Rusiya xidmət edən mənəviyyatsız və əxlaqsız insanlar və həm də Rusiya ilə sıx bağları olan həm siyasətdə, həm biznesdə təmsil olunan məmurlar xüsusi rol oynayırdılar. Və bu məqsəd Azərbaycanın ruslaşdırılması yox, Azərbaycanın ümumiyyətlə Rusiyanın təsiri altına keçməsi idi. Rusiya bizi heç vaxt müstəqil dövlət saymayıb və saymır və saymayacaq da. Bundan əmin ola bilərsiniz. Rusiyanın əsas arzusu Azərbaycanı protektorata çevirmək, idarə etmək və mümkün olarsa əgər suverenliyinin böyük qismindən məhrum etməkdir, de facto olaraq. Azərbaycan isə buna heç vaxt getməyəcək. Rusiyanın bizə qarşı yürütdüyü əməllərin heç biri nəticə verməyib. Xatirinizdə miqrantlara qarşı güya hücum edirdilər, güya miqrantları ölkədən çıxarırlar. Nə oldu? Sizə mən demişdim ki, bu Rusiyanın öz ayağına açdığı ateşdir və heç bir mənası olmayacaq. Demişdim. Və Rusiya indi Şri Lankadan, Hindistandan və digər ölkələrdən, Vyetnamdan miqrant axtarır. Hindistandan 400 min nəfər işçi qüvvə istəyir. Çünki Rusiyada ciddi şəkildə demoqrafik problem var. Putin istədiyi qədər ölkəsini tərifləyə bilər. Çünki o nağıllar aləmində yaşır. O, ona verilən sənədlər əsasında dünyanı görür. Problem budur. Bəli, Azərbaycana qarşı müxtəlif hallarda, müxtəlif səviyyələrdə ən çirkin vasitələrdən istifadə olunur. Məsələn, Sibirdə, Yekaterinburqda diasporamızın rəhbəri cənab Şıxlinskiyə 20 il həbs cəzası istənilir. Bunda həbs istənilir. Müxtəlif tanınmış şəxslərə qarşı hücumlar var və sizə əmin edirəm ki, bu günlərdə Rusiyada yaşayan Azərbaycanın məşhur bir ailə haqqında dırnaq arası şok məlumatlar yayılacaq. Bunu kim edir? Rusiyanın Federal Təhlükəsizlik Xidməti, Rusiya Müdafiə Nazirliyi Baş Qərargahı yanında Baş Kəşfiyyat İdarəsi və ən əsası Rusiyanın Xarici Kəşfiyyat İdarəsi. Rusiyanın Azərbaycana qarşı apardığı siyasətin bariz nümunəsi təyyarəmizin vurulması oldu. Əvvəlcə boyunlarından həyasızcasına atdılar. Üzümüzə durdular ki, yox, sizin təyyarəniz quşla toqquşub, nə bilim, nə olub. Təyyarəmiz Qazaxstanda yerə düşəndən sonra və orada aparılan istintaq Azərbaycanın qətiyyəti və inadı nəticəsində baş tutdu. Qazaxstan da biləsiniz, günbəgün Rusiyanın təsiri altına doğru irəliləməkdədir. Günbəgün. Və Qazaxstanda vəziyyət o yerə çatıb ki, Rusiyadan, müharibədən qaçanları artıq tutub Rusiya təhvil verirlər. O cümlədə də Çeçenləri. Amma Azərbaycanın mövqeyi buna imkan vermədi. Biz dözdük. Gözlədik ki, Rusiya hakimiyyəti bəlkə siyasi əxlaqı, mənəviyyatı, ümumiyyətlə insanlığın nə olduğunu tam unutmayıb. İki fayda. Putin dişinin arasından nəyisə etiraf etməyə çalışdı. Amma etiraf deyildi. Faktlar qarşısında qalmışdı adam. Hanı etiraf? Hanı günahkarların cəzalanması? Hanı cinayət işi? Yoxsa Rusiya düşünür ki, biz şəhidlərimizi qanlı yerdə qoyacağıq. Bəlkə Rusiya düşünür ki, o təyyarədə həlak olanları biz Rusiyaya bağışlayacağıq. Mümkün deyil və olmayacaq bu. Bu azmış kimi Rusiya Ukraynadakı diplomatik nümayəndəliklərimizi bilərəkdən, həyasızcasına, vəhşicəsinə atəşə tutur. Bu utanmadan, qızarmadan da Rusiya hakimiyyəti bildirir ki, təsadüfən olub və hətta siyasi əxlaqın bütün hədlərini aşaraq bildirirlər ki, ora bizim raket düşməyib, Ukraynanın Patriot hava hücumundan müdafiə sistemi bizim dronu vurarkən həmən Patriot raketin qalıqları düşür. Bilirsiniz, bu artıq həyasızlığın son həddidir.
Belə olmaz.